etməyi tövsiyə edirəm. İmam Sadiq əleyhissalam səhabələrindən olan Hişama orucun mənasını izah edir, orucun fəlsəfəsi ilə bağlı. Hişam İmam Sadiq əleyhissalamdan soruşur. İmam cavabında buyurur ki, oruc ona görə vacib edilmişdir ki, zənginlə yoxsul arasında bərabərlik olsun. Baxırıq Peyğəmbər sallavatullahın zamanına, görürük ki, Peyğəmbər öz zamanında bütün insanlara eyni münasibət göstərir. Bütün insanlar Peyğəmbər zamanında bərabərdir. Öz kəlamında var ərəb əcəmdən, əcəm ərəbdən heç bir fərq eləmir. Kasıb varlıdan, varlı kasıbdan heç fərq eləmir. Hələ Bilalın ilk azan verməyini də Peyğəmbərimiz ona görə tapşırır ki, cəmaət görsün ki, müsəlmanlar arasında bir bərabərlik var, ayrı-seçkilik yoxdur. İndi bir ay hamı bir yerdədir. Bir ay hamı acdır, bir ay hamı susdur. İmam buyurur ki, ona görədir ki, zəngin yoxsul arasında bərabərlik olsun. Çünki oruc tutarkən zəngin insan kasıbın aclığını hiss eləsin. Bir var adam bir işi görsün, amma onu hiss eləməsin. Kasıblara əl tutur imkanlılar, zənginlər, imkanı olanlar. Amma onun çəkdiyi sıxıntını bilmir. Onun çəkdiyi aclığı, ehtiyacı bilmir. Bu həmin Ramazan ayının orucu insanlara hissi olaraq bunu öyrədir. Bərabərlik olsun. Çünki oruc tutarkən zəngin insanın kasıbın aclığını hiss edib, ona yardım etmək fikrində olsun, İmam buyurur. Zəngin insan bütün istədiklərini, maddi istədiklərini əldə edə bilir. Allah Taala bu yolda bəndələri arasında bərabərlik yaratmaq və zənginlər yoxsullara əl tutsunlar deyə onlara aclığı dadızdırmaq istəyir. Bir mənası da diqqət eləsək görərik ki, bu cürdür. Hamı eyni fikirdə, eyni haldadır. Nə üçün oruc tutmaq? Allah Taala bizi çətinliyə salmaq istəyir. Kənardan əgər biri baxsa, deyər ki, bu qədər nemətlər olduğu halda nə üçün onlardan yeməyəsən? Nə üçün onlardan içməyəsən? Allah bizi nə üçün sıxıntıya salmaq istəyir? Hələ bu nemətləri də Allah Taala bizə bəxş edib. Nə üçün belə edir? Düzdür, bəzi nə üçünlərin cavabı var, bəzi nə üçünlərin cavabı yoxdur. Bu mənada ki, biz bilmirik, yoxdur. Bütün kamilliklər, insanların mənəvi yüksəlişi çətinliklərdəndir. Bütün mənəvi yüksəlişlər çətinliklərdəndir. Əgər Allah Taala bəndəsini imtahan edirsə, çətinliklə imtahan edirsə, Quran-ı Kərimdə Allah Taala bu imtahanlar barəsində buyurur. Bir var ki, adam gözləyir ki, imtahanı nə vaxt olacaq. Bir də var ki, adam özü gəlir imtahana. Adam özü gəlir imtahana. Mən imtahana gəlmişəm. Mən imtahan istəyirəm. Nə üçün? Allah Taala'nın imtahanının nəticəsi budur ki, adama mənəvi yüksəliş verir, dərəcə verir, mərtəbə verir, məqamını qaldırır. Həzrəti Eyyub əleyhissalamın səbrindən sonra Allah Taala Quran-ı Kərimdə Eyyub əleyhissalam üçün buyurdu ki, ni'məl əbd, ən gözəl bəndədir. Nə üçün? Çəkinliklər üz verdiyi zaman, o sıxıntılar üz verdiyi zaman Allah Taala'ya şikayət eləmir. Hələ bu çətinliklərlə insan kamilləşir, mənəvi yüksəlişlər əldə edir. İmam da bu cürdür, Peyğəmbər də bu cürdür. Yəni, onlar ki, ilahi rəngə boyanmış şəxslərdir, ilahi rəngə boyanmış şəxslərdir. Yəni, onlar ki, özlərini Allaha qovuşdura biliblər, Allaha çatdıra biliblər, hansı ki, hələ o hədəfdir, o hədəfə çatmaq olmur. Allah Taala elə bir yüksək məqamdır ki, nə qədər insan getsə o məqama çata bilmir. O Fatihə surəsində bizim dediyimiz İhdinəs sıratəl müstəqimi Peyğəmbər də deyib, İmam da deyib, biz də deyirik. O elə bir məqamdır, o elə bir mərtəbədir ki, insan getdikcə gedir.
Yəni onun intihası yoxdur, son nöqtəsi yoxdur ki, adam desin ki, mən çatmışam bu mərtəbəyə. Abes. Allah Taala buyurur ki, yuridu bikumul yusra və la yuridu bikumul usra. Allah sizin üçün asanlıq istəyir. Allah sizin üçün çətinlik istəmir. Yəni mən elə başa düşürəm ki, müsəlmanı kimsə çörəklə, yeməklə, su ilə sıxıntıya sala bilməz. Çünki Allah Taala onları hazırlaşdırıb. Allah Taala onları möhkəmləndirib. İmam Əli əleyhissalamın həyatını mütaliə etdiyimiz zaman görürük ki, imam müəyyən vaxtlarda oruc olub, müəyyən vaxtlarda oruc olub. İmama deyiblər ki, sən ki bu cür oruc tutursan, bəs o döyüş meydanında nə cür bu qəhrəmanlığı göstərirsən? İmama bu cür deyirlər. Nə cür bu qəhrəmanlığı göstərirsən? Əgər hələ yediyin sudursa, çörəkdirsə, sadə qidalarla qidalanırsansa, bu döyüş meydanında bu cür qəhrəmanlığı necə göstərirsən? Nəhcül Bəlağədə var, İmam Əli əleyhissalam özü izah edir, özü deyir bu sözü. Deyir, o ağaclar ki, meşədə olur, onlara qulluq yoxdur. Yağışın suyu ilə, yerin suyu ilə qidalanırlar. Onlar daha möhkəm olurlar. O ağaclar ki, evdə, həyətdə qulluq olur, bağçada qulluq olur. O ağacları qoruyursan ki, qurd düşməsin, xəstəlik düşməsin, vaxtı-vaxtında dərmanlayırsan, ağaclar zəif olur. İmam Əli əleyhissalam misal çəkir ki, yəni təkcə bu cürdür ki, adam yeməklə qüvvət tapır. Yox, İmam buyurur ki, o aclıqla insanın hələ fiziki gücü də əldə edə bilir. Və son olaraq qeyd etmək istəyirəm ki, oruc ibadəti o qədər təsirlidir ki, bəzən o yoldaşlar ki, səfərə çıxmaqla bağlı deyirlər, deyirəm ki, zəruri deyilsə, Ramazandan sonraya saxlayın səfəri. Əgər zəruri deyilsə, Ramazandan sonraya saxlayın. Nə üçün? Çünki səfərə çıxsa, Ramazan ayından sonra o qəza orucu tutacaq. Amma o Ramazan ayında olan fəziləti əldə edə bilməyəcək. O əcri, savabı əldə edə bilməyəcək. Qəza boynundan götürüləcək. Amma o həmin savab əldən çıxacaq. Başqa bir sözlə qeyd eləmək istəyirəm ki, oruc çox təsirli ibadətdir. Oruc çox təsirli ibadətdir. Misal olaraq qeyd etmək istəyirəm ki, İmam Əli əleyhissalamın uşaqları İmam Həsən, İmam Hüseyn xəstələnmişdi. Onlar nəzir edirlər ki, 3 gün oruc tutacaq. Demək, oruc o qədər təsirli ibadətdir ki, İmam başqa bir şey nəzir eləmir. İmam nəzir edir ki, uşaqlar sağalsın, 3 gün oruc tutacam. Mən bu sözlərdə danışmaqda məqsədim bu idi ki, tutduğumuz oruc keyfiyyətli bir oruc olsun. Allah Taala inşallah cümləmizə Allah Taalanın istədiyi, razı qaldığı orucu tutmağı nəsib eləsin. Allaha and veririk öz izzət və cəlalına, öz böyüklüyünə, Allah Taalanın mərhəmət sifətinə, adlarına. Allah Taala inşallah bizim tutduğumuz orucu və bu Ramazan ayında bütün müsəlmanların oruc və digər ibadətlərini dərəcəyi qəbul etirsin inşallah. Allahı and veririk öz izzət və cəlalına, öz böyüklüyünə bizi bəndəlikdən kənar etməsin. Allah Taala bu Ramazan ayı hörmətinə günahlarımızı əfv edib, tövbələrimizi qəbul etsin. Allah Taala aqibətimizi xeyirli etsin. Allah Taala dünya və axirətimizi salamat etsin. Allah Taala dünya və axirət çətinliklərindən cümləmizə nicat versin. Allah Taala dünya və axirət şərrindən cümləmizi hifz etsin. Allah Taala şeytanın şərrindən, şeytan xislətlilərin şərrindən bizləri mühafizə etsin. Allah Taala zəmanəmizin imamının zuhuru üçün bizi hazır olanlardan qərar versin. Allah Taala salam salavatlarımızı, ardıcıl dualarımızı İmam Zaman əleyhissalamın barəsində qəbul etsin. Allah Taala qazilərimizə, evlərdə, xəstəxanalarda olan bütün xəstələrə, nəzərdə tutulan xəstələrə tezliklə şəfa inayət etsin.
Allah Taala şəhidlərimizə və dünyadan köçən bütün müsəlmanlara rəhmət etsin. Allah Taala bu hidayət ayında, Ramazan ayında bütün hidayət olmayan insanları tezliklə haqqa hidayət etsin. Allah Taala qəlbimizi Quran nuru ilə, iman nuru ilə münəvvər etsin. Allah Taala vətənimizi, torpağımızı, elmimizi, obamızı qoruyan hərbiçilərimizi, əsgərlərimizi öz nuru ilə hifz etsin. Allah Taala bizim ölkəmizdə və dünyanın hər bir yerində sülh və əmin-amanlıq bərqərar etsin. Allah Taala yer üzündə fəsad törədənləri, haqsız yerə günahsız insanları qətlə yetirənləri layiqli cəzalarını çatdırsın. Allah Taala xalqımızın düşmənlərini, dinimizin düşmənlərini məhv nabud etsin. Allah Taala ən gözəl, ən xeyirli duaları bizim və bütün müsəlmanların barəsində qəbul etsin. İnşallah. Dualarımızın qəbul olmasından ötürü